Biz burada deyirik ki, yəni niyə yediyinə bax ki, nə yediyinə yox. Bəli, düzdür. Niyəsinə. Niyəsinə bax. Məsəl üçün yeniciklə bir pasient elə işlədik. Xanım, yaxşı bir gözəl xanımdır. 55 yaşı var. Çox, yəni özünə baxımlı xanımdır da. Yoqası bir yerdən, qidası bir yerdən. Yəni bu xanım demərsən ki, mənə niyə müraciət eləyib? Müraciəti budur ki, analizlərdən də təzə çıxıb, məndə özümdən asılı olmayaraq, mən yemək yeməyə başlamışam. Mən özümə inana bilmirəm ki, mən niyə belə olmuşam. Xanımla qəbula təbii ki, yazıldı. Baxdım, yəni baxıram ki, qidalıq bir şey yoxdur axı bunda. Konsultasiya götürdü. Konsultasiyada müəyyən olundu ki, xanımın oğlu işləməyə gedib xaricə. İlk dəfədir ki, ana oğlundan ayrı qalır. Ana da özü bilmədən darıxır, evladı üçün nigarandır, necə olacaq, nə cür olacaq. Bunu başlayıb, yəni aydınlaşır da konsultasiyada. Niyə görə yeyir? Ana belə baxdı mənə. Sonra konsultasiya səhər olmuşdu. Səhərki günü mənə yazdı ki, Senfira xanım, mən inanmadım, siz sözü dediniz mənə. Amma mən axşam yemək yemədim. Mən fərqinə vardım onda. Mən başa düşdüm ki, mən onun üçün darıxıram, ondan çıxıram, o yeməkdən çıxıram, o darıxma hissiyatımı. Deyirəm sizə, xanım necə xanımdır da, baxımlı, yoqası bir tərəfdən. Yəni demərsiniz ki, niyə də? Yəni özü də qəbul eləyə bilmir o kilonu, 3 kiloqram kökəlib, qəbul eləyə bilmir onu özündə. Baxın, belə deyim, Aytən xanım, qidalar bir yerə kimidir. Sağlıqlı qidalar bir yerə kimidir. 35 yaşdan plus qadınlara artıq qida və qida əlavələri lazımdır. Perimenopoza girirlər çünki bunlar. Artıq menopoza hazırlıq gedir. Bədəndə müxtəlif cür dəyişikliklər baş verir. Niyə görə? Baxın, çox birini də qoyub birinə gedəcəm. Deyir ki, xalqın əksəriyyəti qazandıqları maaşın %80-ni dərmanlara, simptomları susturmaq üçün verirlər. Sonra da deyirlər, mənə çox yazırlar ki, bunu dərmanların faydası yoxdur. Ancaq ki, düzgün müalicə yoxdur. Çünki sən neynirsən? Simptomu susturmaq üçün, ürək deyintisi var, panik ataqdır. Onu susturmaq üçün neynir? Dərman verir da ona. Dərman verir, müalicə eləmir. Müalicə hardadır? Bağırsaqda, mikrobiyotadadır. Bağırsaq bizim ikinci beynimizdir. Bizim, yəni, təməl qidamız zülaldır, sağlıqlı zülallardır. İnsanlar bilirsiniz mənə nə inirlər? Yemək yeməkdən qorxurlar. Pasient gəlir, deyir ki, mən yemək yemirəm ki. Deyirəm, sizin bir qida menyunuzu mən bilim, zaten bilirəm. Bax, mən səhər yuxudan dururam, konfetlə çay içirəm. Artıq neynədir? İşlənmiş karbohidrat verildi ora. Neynədir? Hücrə doymur, ac qalır. Neynəyəcək? Bir saatdan sonra yenə. Onda zülallı qidanı istəmir bədən. Yəni ona ehtiyac duymur. Axı onun birinci qidası işlənmiş karbohidrat oldu, şəkər oldu. Sən birinci qidanı zülal ver görüm. Sırf kərə yağında olan. Deyəcəklər kərə yağını hardan tapım? Yenə də söz başqa yerə gedəcək. Bax, bir var, niyyət eləyir insan sağalmağa. Bir də var, xəstəliyi zikr eləyə yaşayır, davamlı. Yəni, sanki xəstəlik onun həyatında bir seçilmiş sözdür. İnsan var, mənə virgülündən nöqtəsinə kimi öyrənir hər şeyin. İnsan var, alır menyunu, insan var, alır proqramı. İnsana səs səmir çıxmır. Mən öz işimi görürəm, amma qarşısındakı da görməlidir axı. Artıq ona görə də mən müəyyən pilləyə çatmış insanlarla işləməyi seçmişəm. Ona görə ki, mənə həqiqətən insan bir yerdən sonra, yəni o qarşısındakı insanın da məsuliyyətli olmasını istəyir. Yəni həkim gəzib. Panik atak, migren, indi bilirsiniz ki, hal-hazırda tipdə bunların tamamilə müalicəsi yoxdur. Hər birisi bu spiritual yaşamla şəfalanmağa doğru gedir. Spiritual yaşam şəfalanması nə deməkdir? Şuuraltı, nəfəs texnikası. Qidalanma dedikdə mən, yəni ikinci qidalanmamız da nəfəsdir. Nəfəsi insanların əksəriyyəti doğru nəfəs ala bilmirlər. Yəni bu, bilirsiniz necədir? İnsanda bu pozulur.
Nəfəs alıb vermək, məsəl üçün o panik anında əks nəfəs alınır. Doğru nəfəs texnikası bir başqa bir şeydir. Yəni qida qədər o da insanı şəfalandırır.